Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və salamu alə mən la nəbiyyə bəd, əmmə bəd. Davam edirik Allahın ad və sifətlər barəsində qaydaları. Və bugün də 3-cü dərsdir. Qalmışdıq 2-ci qaydada. 2-ci qaydanı xatırladaq. Nə idi 2-ci qayda bizdə? Yəni Allahın adları barəsində, yəni 2-ci qayda. Allahın adları həm şəxsi addır, həm də sifətdir. Yəni məna kəsb edir. Və bu barədə müəllif rahimehullah deyir ki, iki yön var. Yəni iki məsələ var burada. Birinci məsələ barəsində danışdıq. Yəni o da nə idi? Yəni adlar həm şəxsi adlardır çağırmaq üçün, həm də ki özündə məna kəsb edir. Yəni fərq olaraq insanların adından və digər adlardan hansılar ki ancaq çağırmaq üçündür, bir məna daşımır. Və həmçinin qeyd etdik ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin də və Quranın da adları belədir. Yəni həm addır, həm də mənadır. Həmçinin burada yəni məsələ gətirmişdi. Yəni demək, Allahın adlarına nisbətdə, yəni çağırılan eynidir, eyni zatdır. Yəni demək, bunlar nədir bir-birinə? Bu etibarən sinonimdir. Hə? Yəni Qadir, Alim, Səmi, Bəsir hamısı eyni zata dəlalət etdiyi üçün nədir bir-birinə? Sinonimdir. Aydındır. Məna kəsb etdiyi isə nədir? Yəni sinonim nə idi? Mutaradifə. Mutaradifə yəni sinonimdirlər. Bunlar bir-birinə sinonimdirlər. Mutabəyyinə bunlar məna etibarı ilə bir-birindən ayrıdırlar. Və deyir ki, müəllif və huwa ennel əsma'ullahi teala hal hiya mutaradifə am mutabəyyinə. Və ona görə bir sual çıxır burada. Allahın adları mutaradifədir yoxsa mutabəyyinədir? Yəni sinonimdir yoxsa bir-birindən ayrıdır? Fənəqul. Cavab olaraq deyirik. Əmmə bi'ətibər dəlalətihə aləzət, zata dəlalət etibarı ilə bunlar nədir? Mutaradifədir, sinonimdir. Fəkulluhə tədullu aləzətin vahidə. Çünki onlar hər birisi eyni zata dəlalət edirlər. Çünki Qadir eyni burada, Səmihdir, Səmih burada eyni, Bəsirdir və s. Aydındır. Hamısı çünki çağırılan eynidir, yəni zat eynidir, Allahdır. Demək, biri digərsinə nisbətdə burada nədir? Yəni şəxsi ada dəlalət etdikdə sinonimdir. Amma bi'ətibər mə təhmiluhu minəl məani, qaldı ki, özü özlüyündədir. Daşıdığı məna etibarı ilə nədir? Mutəbəyyinədir. Yəni bir-birindən ayrıdır. Misal üçün Səmi, Bəsir deyil burada artıq. Çünki eşitmək, görmək eyni mənada deyil. Əziz, həkim deyil. Yəni bunlar hamısı eyni zata dəlalət etsə belə, lakin mənaları ayrı-ayrılıqda hərə öz mənasını götürür. Allahu fəhvə bihəzil etibər mutaradifə, lakin əs-səm, demək, bayaq dediyimiz kimi, zata dəlalət edirsə, bunlar bu etibarən sinonimdir, lakin mənaya dəlalət edirsə, hərəsi nədir? Bir-birindən ayrıdır. Necə ki, Səmi adı eşidən deməkdir, yəni eşitməyə dəlalət edir. Bəsir adı görən deməkdir, bu görməyə dəlalət edir. Və məlumdur ki, eşidən görən deyil, görən də izzət sahibi deyil, izzət sahibi də hikmət sahibi deyil. Yəni bunlar hamısı məna etibarı ilə bir-birindən fərqlənir. Aydındır. Və deyir ki, وَعْلَمْ أَنَّ الْكَلِمَتَيْنِ إِمَّا أَنْ تَكُونَ مُتَبَيِّنَتَيْنِ أَوْ مُتَرَادِفَتَيْنِ أَوْ مُشْتَرِكَتَيْنِ beynəhumə umumun və xüsusun. Sonra əlavə bir fayda gətirir Şeyx rahimehullah. Fayda nədir burada? İki kəlmə bir-birinə qarşı 4 haldan biridir. Yəni iki kəlmə. Yəni bu məntiqi qaydadır. İki kəlmə bir-birinə qarşı 4 halda ola bilir. Birinci hal, kəlmələr bir-birinə uzaq mənalıdır. Yəni bir-birindən ayrı bir məna daşıyır. Buna mutabəyyinə dedik bayaq. Hə? وَذَلِكَ بِأَنَّهُ تَدُلُّ كُلُّ كَلِمَةٍ مِنْهُمَا عَلَى مَعْنًى
la yettafiqu ma'al kelimetil uxra. Bunun qaydası odur ki, hər bir kəlmə digər kəlmə ilə ittifaq etmədiyi bir mənaya dəlalət edir. Yəni ayrı-ayrı bir mənalara dəlalət edir. Necə ki, misal olaraq qamx, buğda və urz, düyü. Yəni buğda və düyü məna etibarı ilə ayrı-ayrı mənalardır. Arasında nə xüsus var, nə ümum var. Aydındır. İkinci hal mütəradifədir, sinonimlərdir. Yəni bir mənaya dəlalət etdiyi üçün. Kəmə yetəradafu şey bəduhu alə bəd. Bunun misalı nədir? Qamh və yaxud dediyimiz qamh. Yəni hansını ki buğda demişdik. Ərəb dilində qamh buğdadır. Burrun, bu da buğdadır. Hintatun, necə ki ayda keçir də, hintatun. Bu da buğdadır. Yəni yahudiləri deyilir, hintatun deyirlər, hintatun. Buğda deyirlər. Hə? Deməli, qamh, burrun, hintatun, bunlar hamısı məna etibarı ilə eyni şeydir. Yəni üçü də buğda deməkdir. Fəkulluhə mütəradifə. Demək, bunlar nədir? Bir-birinə sinonimdir. Necə ki, bəşər və insan bir-birinə sinonimdir. Aydındır. Buna mütəradifə deyilir. Sonra gəlir üçüncü qism, üçüncü hal, müştərikə. Müştərikə nədir? Amonim. Yəni, müştərikə sözünün mənası nədir? Amonim. Və zəlikə bi ən təkuna hunəkə kəlimə vahidə tədullə alə məanin mütəəddidə. Burada isə bir kəlmədir, bir neçə mənaya dəlalət edir. Orada bir neçə kəlmə idi, bir mənaya dəlalət edirdi. Burada bir kəlmədir, bir neçə mənaya dəlalət edir. Aydındır. Misal üçün, yəni əks olaraq da bir sinonima. Misal üçün, ərəb dilində əl-aynu sözü bəzən bədən üzrünə deyilir, göz. Bəzən su çeşməsinə deyilir, bulaq. Bəzən qızıla deyilir və bəzən də cəsusa deyilir. Yəni, bunların hamısına ərəb dilində əl-aynu deyilir. Ayn. Aydındır bu. Sonra deyir ki, vəl-məqsudu ənə həzil kəlimət nüsəmmihə müştərəkə. Məqsəddir odur ki, bu kəlmələrin hamısına biz nə deyirik? Müştərək kəlmə, yəni müştərək kəlmədir. Yəni kəlmə birdir, bir neçə nə mənası var. Aydındır. Bu müştərək kəlmədir. Yəni digər sözlə desək amonimdir, yəni. Və dördüncü hal odur ki, ən yekunu beynəl kəliməteyni umumun və xususun. İki kəlmə arasında ümum və xüsus var. Ümum və xüsus var. Nə deməkdir bu? Bi ən təkunu ihdəl kəliməteyni əxassu minəl uxra. Yəni bir kəlmə digər kəlmədən daha xas olduğu üçün. Misal üçün, insan və heyvan. İnsan və heyvan. Fəl insan nüsəmmihi insanən fəhəzə xassun və kəlmətül xeyvan ammun. Və insan deyir, necə ki, insan adlandırır. Bu xasdır. Heyvan kəlməsi isə daha amdır, yəni daha ümumidir. Yəni bu xüsusidir, o isə daha ümumidir. Yəni heyvan cinsdir, insan nədir? Fasildir. Necə ki, biologiyada keçmişsə, cins, fəsil, növ aydındır. Yəni bax buna deyilir ümum və xüsus. Yəni bu da mühüm qaydalardır əslində. Yəni bir çox şeylərdə istifadə olunur. Yəni bu məntiqi qaydalardır. Və bu babda da, ad və sifətlər babında da geniş istifadə olunan bir şeydir. Və deyir ki, müəllif rahiməhullah, fəl-heyvanu yeşmilu əl-insənə və qeyrahu. Necə ki, heyvan deyəndə, yəni bu təbii ki, fəlsəfi termindir. Heyvan deyəndə həm insan, həm də qeyriləri bura daxildir. Çünki insana əslən heyvan deyilmir, yəni şəri cəhətdən. Amma fəlsəfi termin olaraq, yəni onlar heyvan dedikləri nədir? Danışan heyvan və danışmayan heyvana bölüblər, yəni. Heyvanun natiq, bu insandır, yəni danışan heyvan. Yəni heyvan burada mənası canlı deməkdir. Aydındır. Heyvan sözü ərəb dilində hey sözündən götürülüb, yəni canlı. Aydındır. Yəni o etibarən, yəni heyvan ümumi sözdür. İnsan isə o cinsin içinə daxil olan bir fəsildir, bir hissədir.
Aydındır? Yəni xüsusi sözdür. Və deyir ki, lakin yəni burada qeyd etmək lazımdır ki, insanlarla, avamlarla danışanda avamlara demək lazımdır ki, sən yəni danışan heyvansan. Yəni belə demək hikmətsizlikdir, yəni. Sən danışan heyvansan. Yəni başa düşməyə bilər və artıq söhbətlər ola bilər. Yəni zənn edə bilər ki, sən onu uzun qulağa bənzədirsən, misal üçün. وَلَوْ قُلْتَ لَهُ الْفَلَاسِفَ يَقُولُونَ Yox, əgər sən ona desən ki, fəlsəfəçilər belə deyirlər ki, insan danışan heyvandır, danışan yəni canlıdır o mənada. وَأَنَّ كَلِمَةَ heyvan və buradakı bir heyvan kəlməsi, yəni canlı mənasındadır. Bu cins anlamına gəlir və natiq kəlməsi isə, danışan kəlməsi isə burada fasıl anlamına gəlir. Cins, fasıl, növ bayaq dediyim kimi, yəni biologiyada necə ki bölünür, təsnifat qruplar, hə? Əsli yəni bunun kateqoriya kitabındandır, yəni Aristotelin kateqoriya kitabındandır da, yəni bu şeylər. Bu məntiqi terminlərdir. Hansı ki biologiyada keçdiyimiz. Və burada da həmçinin yəni şəriətin də bir çox yerlərində istifadə olunur. Yəni məntiq elmi hamısı batil deyil də, yəni orada yəni safçürük olunub səhih tərəflərindən istifadə etmək olar. Və deyir ki, yəni belə desən, yəni insana belə izah versən, onda başa düşəcək də. Yoxsa birbaşa desən ki, sən deyir, danışan heyvansan, yəni fikirləşər ki, sən bunu uzun qulağa bənzədirsən. وَالَّذِ أَرَاهُ أَنْ يُقَالَ الْإِنسَانُ هُوَ الْبَشَرُ وَلَيْسَ حَيْوَانٌ نَاطِقٌ Lakin müəllif deyir ki, mənim görüşüm deyir odur ki, yəni səhih görüş budur ki, yəni insandır, bəşərdir, yəni danışan canlı demək deyil. Yəni bu 4 hal aydındır da, yəni. Mütəbəyyinə, yəni bir-birindən ayrı olan mənalı, mütəradifə eyni mənalı, müştərikə bir kəlmə ilə bir neçə məna ifadə etdirən və ümum və xüsus olan, hansı ki axırıncı dediyimiz. Və sonra müəllif deyir ki, وَإِنَّمَا قُلْنَا بِأَنَّهَا أَعْلَامٌ وَأَوْصَافٌ لِدَلَالَةِ الْقُرْآنِ عَلَيْهِ Və biz dediyimiz ki, Allahın adları həm ə'ləmdir, yəni aləmdir, şəxsi addır, həm də əvsafdır, vəsfdir. Bu deyir, Quran dəlalət etdiyi üçün biz bunu deyirik, özümüzdən çıxartmamışıq yəni. Və bunun da dəlili Allah Taala'nın buyurduğudur, ayrı-ayrı surələrdə Allah Taala buyurur. Bax, birində deyir ki, Əhqaf surəsi 8-ci ayədə. Yəni keçdi müəllif dəlil hissəsinə. Qaydanın dəlil hissəsi nədir? Allah Taala Quranda deyir ki, "Və huvel gafurur rahim." Əhqaf surəsi 8-ci ayə. Allah Taala El-Gafurdur, bağışlayan, Er-Rahimdir, rəhm edən. İki adı gətirir burada. Yəni bu addır. Yəni Allah bununla çağırılır. Düzdür? Şəxsi ad olaraq çağırılır. Və hardan çıxartdıq ki, bu həm də mənadır. Bax, bu hissəsini hardan çıxartdıq? Buna dəlil nədir ki? Buna dəlil digər ayədir. Allah Taala digər ayədə buyurur. Kəhf surəsi 58-ci ayədə. Və rabbukal gafuru zurrahmə. Rəbbin deyir, Əl-Gafurdur. Yenə də bax, Əl-Gafurdur. Amma burada rahim yerinə nə dedi? Zul-Rahmə, rəhm sahibi, rəhmət sahibi. Yəni rəhim demədi, dedi ki, rəhmət sahibi. Buradan bildik ki, burada yəni rahim deyəndə biz sifət qəsd olunurmuş. Aydındır? Bu nədir? Bu dəlildir ki, Allahın adının mənası var. Zul-Rahmə, yəni rəhmət sahibi. Aydındır bu? فَإِنَّ الْآيَةَ الثَّانِيَةَ دَلَّتْ عَلَى أَنَّ الرَّحِيمَ هُوَ الْمُتَّصَفُ بِالرَّحْمَةِ Və ikincidir gətirdiyimiz bu Kəhf surəsindəki bu ayə dəlalət edir ki, Ər-Rahim sözünün, Ər-Rahim adının mənası var. O da ki, nədir? Rəhmətlə vəsf olunması. Aydındır? وَلِإِجْمَاءِ أَهْلِ اللُّغَةِ وَالْعُرْفِ أَنَّهُ لَا يُقَالِ Həmçinin dəlillərimizdən lüğət əhlinin və urf əhlinin icmasıdır. Yəni, həm urf əhli, həm lüğət əhli icma ediblər ki, Ənəhu lə yuqalu alimun illə limən ləhu ilmun. Yəni, alim yalnız kimə deyilir? Yalnız o kəsə deyilə bilir ki, kimdə ki, həqiqətən yəni, o elm var. Yəni, alim nədir? Elm sahibi. Həmçinin səmi,
kimə deyilir, kimə aid olunur? Yalnız o kəsə ki, kim ki eşidir, yəni səm, çünki eşitmək mənasındadır. Həmçinin bəsir, görən. Yalnız kimə aid olunur? Kimdə ki o görmə var. Yəni bu sifət var onda. Və həzə əmrun əbyənu min ən yuhtac ilə dəlil. Bu məsələ o cürünə aid, o qədər aydındır ki, buna heç bir dəlil də əslində gətirməyə ehtiyac yoxdur. Və deyir ki, müəllif rahimehullah: "Və bihəzə ulmə dalal men səlabul əsma'allahi mə'anihə min əhli ta'dil." Və bu ilə, yəni bu qayda ilə biz sübut edirik ki, o kəslərin zəlalətini kimlər ki, Allahın adlarından o mənaları inkar edirlər, çıxarırlar. Deyirlər ki, bu sadəcə addı çağırmaq üçündür. Yəni biz bununla, bu qayda ilə onların batil olmasını isbat edirik və onlar deyirlər, batil əhli deyir ki, Allah Taala səmi'dir, eşidəndir, yəni səmi' sözün mənası eşidəndir, lakin eşitməsiz. Bəsirdir, lakin görməsiz. Azizdir, lakin izzətsiz. Və həmçinin digər adlardır. Aydındır. Bu batil əhli kimdir? Mu'tazililərdir. Mu'tazililər. وَعَلَّلُوا ذَلِكَ بِأَنَّ صُبُوتَ الصِّفَاتِ يَسْتَلْزِمُ تَعَدُّدَ الْقُدَمَا. Və bunun da deyir səbəbin nə ilə izah edirlər? Güya ki, bu sifətlərin sübut olunması nəyi gərəkdirir? Zatların çoxalmasını gərəkdirir. Yəni sən desən ki, Allah həm eşidəndir, həm görəndir, bu sifətlərin hamısını isbat etsən, elə çıxacaq ki, bu zatlar çoxaldı artıq. Yəni səmih ayrıca bir zatdır, bəsir ayrıca bir zatdır. Yəni bu fəlsəfi, yəni anlamlarıdır bunların. Yəni bu nəticəyə gəliblər onlar. Bu batil nəticəyə gəliblər. Həmin o məntiqi, fəlsəfi qaydaları istifadə edərək. Yəni belə absurd görsənir ilkin baxışdan. Həqiqətən də absurddur. Sadəcə o qaydalardan istifadə edərək belə aza-aza gedib çıxıblar da, yəni bu nəticəyə. Birdən-birə yox. Çünki birdən-birə qabaqlarına qoysan sən nə danışsan? Yəni eşitmək, görmək, izzət sahibi, elm sahibi, qüdrət sahibi, yəni bir kəsdə ola bilər də bu sifətlər, hə? Yəni məntiqlə, ağılla bu bir kəsdə olası bir sifətlərdir. Yəni bu gərəkdirmir ki, yəni zatlar çoxalır. Amma yox. O qaydalarla gətirib çıxardıblar, yəni məsələni bu nəticəyə. Və həzgil illətun alilətun, ona görə müəllif deyir ki, bu deyir, yəni illət, bu səbəb deyir, nədir? Alilə, xəstə bir illətdir. Doğru bir illət deyil, bəl meytə, heç xəstə də yox, ölü bir dəlildir. Çünki ziddir həm səm'i dəlillərə, yəni vəhy ilə gələn dəlillərə, həm əqli dəlillərə, yəni bunun batilliyi, yəni açıq-aşkardır, aydındır. Və deyir ki, səm'i dəlilə gələndə, yəni vəhi yolu ilə subuta gələndə Allah Taala buyurur ki, فَلِأَنَّ اللّٰهَ تَعَالَى وَصَفَ نَفْسَهُ بِأَوْسَافٍ كَثِيرًا. Allah deyir, çox yerdə Quranda özünü müxtəlif vəsflərlə vəsf edib. Baxmayaraq Allah təkdir də, düzdür, amma Allahın vəsfləri çoxdur və Allah öz vəsflərini saysız, hesabsız, yəni öz Quranda bəyan edib. Öz Quranında bəyan edib. Misal üçün Allah Taala buyurur: "İnnə bətşə rabbikə ləşədid." Həqiqətən Allahın, Rəbbivin deyir, yaxalaması deyir, şiddətlidir. "İnnehu huve yubdi və yu'id." O həmçinin başlayan və geri qaytarandır. Başlayan, yəni işi başlayan və işinin sonuna gətirəndir. Yəni ayrı-ayrı sifətlərdir, düzdür? Amma zat nədir? Birdir. Allahdır. Və həmçinin Allah Taala buyurur: "Və huvel gafurul vadud." O bağışlayandır. Vel vadud nədir? Sevən. Vadud yəni sevəndir. Vuddun sevmək deməkdir. Zul arşil məcid. Yəni böyük, əzəmətli arş sahibidir. Fəalun limə yurid və istədiyini də edəndir. Bunlar hamısı bir zatın vəsfləridir. Allah Taala buyurur bunu. Və həmçinin Allah Taala buyurur: Səbbih ismə rabbikəl ə'lə. Uca Rəbbinin adını təsbih et, yəni zikr et. Əlləzi, sonra gəlir növbəti vəsfi. Uca, bu bir vəsfdir. Əlləzi xaləqa fəsəvvə, hansı ki yaratdı və
çeki düzən verdi. Vəllazi qaddara fəhədə, hansı ki təqdir etdi yolunu və hidayət etdi. Bunlar hamısı nədir? Bir zatın vəsfləridir. Düzdür? Bir zatın feilləridir. Vəllazi əxrəcəl mər'a fəcələhu sa'an əhva və sair, yəni digər vəsflər, hansı ki deyir, yəni əxrəcəl mər'a, yəni heyvanların otlağını çıxartdı və s. yəni digər vəsflər. Aydındır da bu, hə? Və fi həzil ayətil kərimə awsafun kəsirə lil mawsufin vahidin. Və budur möhtərəm ayətlərdə deyir, bir çox vəsflər var ki, hansı ki bir deyir, yəni zatındır vəsfləridir. Allahın yəni. Və lem yelzem min subutihə təəddudul qudəmə. Və bu vəsflərin deyir, bir zata deyir, isbatı gərəkdirmir, yəni zatların çoxalmasını. Necə ki, bu batil məntiqləri bunların onu gərəkdirir öz aləmində. Ağlı dəlil nədir buna? Ağlı dəlil isə fəli ənə sifət leysət zəvatil bəinə minəl mavsuf. Əqli dəlil isə odur ki, sifətlər yəni zatdan ayrı bir şey kimi təsəvvür olunmur ki, heç vaxt. Düzdür? Yəni sifət, elm sifəti ayrılıqda olur ki, ya qüdrət sifəti. Yəni hansısa bir zatın üzərində olan bir sifətdir də, düzdür? Bu da əqli dəlildir, deyir. Yəni, bu ayrı-ayrılıqda deyir, təsəvvür olunmaz bir şeydir ki, sən gərəkdirəsən ki, burada yəni zatlar çoxaldı. Və innəmə hiyə min sifət mən ittusifə bihi. Fəhiyyə qaimətun bihi. Və bu deyir, yəni bir şəxsin, bir zatın deyir, sifətləridir, deyir. Onun üzərində olan bir şeydir. Və kullu mevcud fələbud ləhu min təəddud sifəti. Və hər bir mövcud olan, hər bir yaranmış, hər bir yaranmamış, mövcud olan bir şeyin bir çox sifətləri olur. Yəni, bir sifət yox, bir çox sifətləri olur. Aydındır. Yox yerdən onun ən azı vücud sifəti var, yoxsa yoxdur. Yəni, hər bir mövcudun vücud sifəti var da, düzdür, ən azından. Düzdür. Və bu hələ bir sifəti. Və konuhu vacibəl vücudi o mümkünəl vücudi. Və sonra onun ikinci tərəfi, ya onun mövcudluğu vacibdir, ya onun mövcudluğu mümkündür. Ya o mütləq şəkildə olmalıdır, mümkündür olmasın, necə ki, Rəbb, Allah. Yəni onun olması, əzəli, əbədi Rəbbin olması vacibdir. Yəni mümkün deyil ki, olmasın, düzdür? Məxluq isə nədir? Mümkünül vücuddur. Yəni mümkünül vücud sözünün mənası nədir? Yoxdan var olan, vardan yoxa qaydan. Bu mümkündür. Yəni, mümkündür ki, olsun və mümkündür ki, olmasın. Aydındır. Bir halda olur, digər halda olmur. Yəni, yoxdan var olur, hansı ki, yox idi və vardan da yoxa qaydır, hansı ki, yox oldu. Aydındır. Yəni, buna deyilir mümkünül vücud. Amma Rəbb, Əzzə və Cəl nədir? Vacibül vücuddur. Yəni, mümkündür ki, hansısa bir anda olmasın. Həmişə var. Aydındır. Əzəli və əbədi. Buna, yəni demək ikinci sifət dedik nədir? Bir varlıqda vacibdir, bu ikinci sifətdir artıq. Digər varlıqda mümkündür, bu da ikinci vəsfidir. Yəni ən azından 2 dənə vəsf saydıq bir zata. Bu gərəkdirmədi ki, bir zatı yəni çoxaldaq. Aydındır. Bu da məntiqi dəlildir, əqli dəlildir. Həmçinin deyir ki, kavnuhu aynən qaimən bi nəfsihi o vasfan fi qeyrihi. Sonra deyir ki, və bihəzə, həmçinin bu qayda ilə biz nəyə öyrənirik? Fikir verin qayda ilə. Bu qayda ilə biz öyrənirik, bilirik ki, dəhr sözü, dəhr zaman deməkdir. Hədisdə keçir ki, mən dəhram, mən zamanam. Hə? Və bəzi alimlər o dəhri Allahın adlarından sayıblar. Dəhri Allahın adlarından sayıblar, yəni zaman. Xata ediblər. Necə ki, İbn Həzm. Zahiri. Və Şeyx Rahiməhullah deyir ki, bununla, bu qayda ilə biz bilirik ki, dəhr hansı ki zamandır, Allahın adlarından deyil. Yəni qayda bizə gətirib onu çıxardır. Yəni bu qayda ilə biz nə edə bilirik? Yəni ayırt eləyə bilirik, hansı Allahın adıdır, hansı Allahın adı deyil. Aydındır. Misal da verir ki, dəhr deyir Allahın adlarından deyil. Niyə görə? Lə'ənəhu ismun cəmidun lə yətədammənu mənə yülhiquhu bil əsməil husnə. Çünki deyir, zaman, vəsf deyil. Zaman vəsfdir, yox. Zaman vəsf deyil. Buna ismun cəmid deyilir ərəb dilində. Var ismun muştaqqun, yəni hansı ki sifətdir. Var ismun cəmidun. Muştaqqun, yəni alınma sözdür, alınma.
Yəni alınma nə deməkdir? Öz kökündən, öz məsdərindən alınır. Yəni ki, deyək ki, xaraca, əgər feil varsa, xaraca feili çıxdı, hə? Bundan fail çıxarılır, bundan məful çıxarılır. Məsəl üçün, xaraca faili nədir? Xaric, çıxan. Çıxarılan nədir? Məxruc, hə? Və s. Yəni bir sözdən görsən çıxarılmalar var. Yəni onlar həmin o çıxarılmalara deyilir muştaq, yəni sifət. Amma zamandan çıxarılmır bu. Zaman cəmiddir. Aydındır? Bu yəni ərəb dilinin qaydalarına görə. Və ona görədir ki, zaman sifətə dəlalət etmədiyi üçün Allahın adlarından deyil. Çünki biz dedik qayda olaraq ki, Allahın adları həm şəxsi ada dəlalət edir, həm də ki, sifətə. Bu da sifətə dəlalət etmir. Aydındır. Dəxir nə şəxsi addır, zaman. Nə şəxsi addır, nə də ki, sifətdir. Aydındır bu. Və deyir ki, وَلِأَنَّهُ إِسْمٌ لِلْوَقْتِ وَالزَّمَانِ Bu deyir, vaxtın, zamanın deyir, adıdır sadəcə. Və Allah Teala buyurur, zamanı inkar edənlərə, yəni dirilişi inkar edənlərə də onlar haqqında. Yəni Allahın diriltməsini inkar edənlərə nə deyir Allah Teala? وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُحْلِكُنَا إِلَّا الدَّهْرِ Yəni onlar deyərlər ki, Cəsiyə surəsi 24-cü ayədə, onlar deyərlər ki, مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا Bu yalnız bizim dünya həyatımızdır. Biz ölürük də, yaşayırıq da, bizi yalnız deyir, zamandır öldürür, həlak edir. Yəni zaman gəlir, yetişir, biz də həlak oluruq. Yəni zaman burada mənası nədir? Gecələrin və gündüzlərin ötməsi. Aydındır. Burada zaman mənası nədir? Gecələrin və gündüzlərin ötməsi. Yəni bizi həlak edən nədir? Bunların çoxalması, bunların gəlib keçməsi. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Yu'zin ibn Ədəm yasubbu dəhrə və ənə dəhr biyədiyəl əmr uqallibul leyli və nəhər. Deyir, Adəm övladı mənə deyir, əziyyət verir. Adəm övladı mənə əziyyət verir. Zamanı söyür, halbuki zamandır mənəm. Yəni iş əlimdədir, yəni işin çeviri əlimdədir. İstədiyim kimi gecəni və gündüzü çevirirəm. Yəni mən zamanam, dalıcan dedi, dayanmadı. Dalıcan onun təfsiri gəldi. Nədir təfsiri? Yəni bu işlərin cilovu əlimdədir, gecəni gündüzü mən çevirirəm. Yəni zaman anlamı burada budur. Yəni gecəni gündüzü çevirən mənasında. Aydındır? Yəni zaman özü özlüyündə yox. Zamanı idarə edən mənasında. Aydındır bu. Fələ yədullə alə ənə dəhrə min əsməiləh. Və bu deyir hədis hansını ki, yəni bəzi alimlər çıxarıblar buradan ki, Allahın adlarındandır ki, Allah özünə deyir ki, mən dəhrəm, mən zamanam, hə? Səhvən çıxardıblar. Başa düşməyiblər hədisin mənasını. Və zəlikə ennəl-ləzinə yasubbuna dəhrə innəmə yuriduna əz-zəmən. Çünki deyir, söyənlər deyir, zamanı qəsd ediblər də, Allah'a söymürdülər ki, zamanı söyürdülər, düzdür? Hansı zamanı? Hansı ki, deyir, yəni hadisələrin cəryan etdiyi məhəldir, məkandır, düzdür, meydandır. Lə yuriduna Allah Teala və onların qəsdidir, Allah deyildir. Halbuki Allah deyir ki, Adəm övladıdır, mənə əziyyət verir, zamanı söyür. Hə? Amma zamanı idarə edən mənəm axı, düzdür? Bu anlamına gəlir. Yəni zaman mənəm deyəndə, yəni söyməyəsən deyilir də, düzdür? Çünki idarə edən mənəm. Aydındır bu. Və ona görə Allah Teala dalınca nə deyir? Biyədiyəl əmr uqallibul leyli və nəhər. Yəni bu işlərin cilovudur, əlimdədir, gecəni gündüzü mən çevirirəm. Fəhuvə subhanahu xaliqud dəhrə və mə fihi. Və həqiqətdədir Allah Teala deyir, o dəhri, o zamanı və onun içindəkiləridir, yaradanıdır. Və qəd beyyənə, artıq özü də bəyan edir hədisdə ki, gecəni gündüzü çevirəndir. Və o da gecə gündüz də nədir? Zamandır da elə. Gecə və gündüz elə bu zamanın özüdür də. Və lə yumkin ən yəkunəl müqallib huvəl müqallib. Və mümkün deyil ki, çevirən çevrilən olsun. Çevirən budur da, yəni çevrilənsə zamandır. Aydındır bu. Və bihəzə təbəyyən ənəhu yəmtəni ən yəkuna dəhr fi həzəl hədiz muradan bihi Allah Teala. Və bununla bilinir ki, hədisdədir qəsd olunandır dəhr sözü, yəni Allah Teala ola bilməz yəni. Burada çünki Allah onu çevirənidir. Aydındır bu. Və inşallah bununla bu qaydanı tamamladıq. Hələ ki,
kifayətlənək inşallah bu ilə. Gələn dəfə, yəni qaydaya uyğun və bundan qabaqki qaydaya da uyğun inşallah ki, yəni kimin nə sualı varsa, ümumiyyətlə suallar gözləyirəm. Çünki məsələ çətin olduğu üçün suallar da olmalıdır gərək. Düzdür? Hə, inşallah gələn dəfə qaydanı götürərək həm də suallara cavab verərik inşallah. Kifayətlənək bu ilə. Subhanəkallahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ilayk.